Artıq fevralın 21-idir və günümüz davam edir Ramazana. Sahurda gördüyünüz kimi çox gözəl kitab çanta, sırf ərəb dilindədir zikirlər. Bunu mənə Türkiyədə bacım hədiyyə vermişdi. Bu da təhiyyə Quranımızdır. Demək nə edirik? Namazdan sonra zikirlərimizi edirik və səhər axşam zikirlərinə də səhər olan zikirlərimizi edirik. Hamısı burada bu böyle gözəl şəkildə yazılıbdır, görürsünüz. Baxın, burada hal-hazırda mən bunları oxuyacağım. Burada isə ümumi zikirlərdir. İnşallah ki, yarısını etmişəm, yarısı qalıbdır. Dedim elə kanala sizə çəkim. Sonra isə gördüyünüz kimi bilirsiniz ki, mən özüm üçün Qurandan hər gün uşaqlar nə olduğunu görə çox vaxt çatdıran bilmirəm. Bir də ki, baxmayın da yatıb dincəl sübhdən sonra da yatırıq. Demək, bax, indi bu günləri mən İnşallah ki, Allah'ın izniyle oxuyacağım öz ayırdığım planıma uyğun və oxuduqlarımın da mən rus dilində oxuyuram, Azərbaycan dilində tərcümələri var. Köhnə kitabımda Allah son olsun. Və belə demək biz bunu gördüyünüz kimi Allah'ın izniyle Fatiha'dan başlayarak özüm için biraz fotoğrafdan qeydlər. Demək, baxın, buradan belə oxuya gedirəm Allah'ın izniyle ki, anlayamağa çalışım, oxuduğumu anlamağa çalışım və eyni zamanda da təfsirim də var, təfsiri prosta çəkmirəm. Və əlavə də demək, elm axtaran insanlar üçün çox gözəl bir pasobiyadır. Mən dediyim kimi rus dilində oxuyuram. Azərbaycan dilində də kitablarımız var, amma rus sektoru olduğuna görə rus dilində var, görürsünüz. Və dəftəri də onun üçün, özüm üçün götürdüm ki, burada indi